Hər kəsə salam, mən Hikmət Müsalov, FES Akademinin kurikulum üzrə təlimçisiyəm. Bildiyiniz kimi, həftə sonu akademiyamız tərəfindən sizinlə ödənişsiz bir sınaq paylaşılmışdı. Bu videomuzda isə həmin sınağın kurikulum üzrə olan testlərinə izah verəcəm. Əgər siz də bu izahların davamlı olmasını istəyirsinizsə, həftə sonları sınaqlarımızı qaçırmaq istəmirsinizsə, mütləq kanalımıza abunə olun, videomuzu bəyənin və paylaşın. Birinci sualımız belədir. Leyla müəllim coğrafiya dərsində təbii fəlakətlər mövzusunu tədris etdikdən sonra şagirdlərdən müəyyən bir hadisəni seçərək həmin fəlakətin baş verdiyi prosesi əks etdirən qısa bir mətn yazmalarını və bu hadisələri təsvir edən illüstrasiyalar təqdim etmələrini istəyir. Daha sonra şagirdlərə bildirir ki, hər kəs tapşırıqda öyrəndiklərini özünə məxsus şəkildə ifadə edə bilər. Verilmiş bu tapşırıq təfəkkürün hansı növünə uyğun gəlir? Müəllimlər, burada özünə məxsus şəkildə ifadə etmək. Bax, bu hissə biraz tənqidi təfəkkürə bənzəyə bilər, amma sualımızın cavabı yaradıcı təfəkkürdür. Fikir versəniz, burada şagird özündən qısa bir mətn yazacaq, baxın işarə eləyirəm. Daha sonra illüstrasiyalar təqdim edəcək və özünə məxsus şəkildə, yəni fərqli şəkildə ifadə etməyə çalışacaq. Bu isə şagirddən yaradıcılıq tələb eləyir. Yəni tənqidi təfəkkür götürsək, bu tapşırıq üçün az olacaq. Tənqidi təfəkkür bəs etmir. Əgər mən özümdən qısa da olsa bir mətn əlavə edirəmsə və yaxud illüstrasiyalar təqdim edirəmsə, deməli yaradıcı bir iş görürəm. Sıfırdan mən özümdən bir şey irəli sürmüşəm. Birinci sualımızın cavabı olur C variantı. İkinci sual, biri perspektiv planlamaya aid deyil. Perspektiv planlama illik planlama deməkdir. Əgər illik planlamaya aid deyil deyirsə, çox güman ki, cavabda verilmiş, yəni variantların arasından hər hansısa bir cavab gündəlik plana aid olacaq. Biz onu axtarırıq. A bəndi müəllim il ərzində hansı zaman aralığında hansı alt standartları reallaşdıracağını müəyyənləşdirməlidir. Bu doğrudur və perspektiv planda da var. Çünki perspektiv planda hansı alt standartı reallaşdıracağını nəzərə almalısan və hər bir alt standart üçün, onun reallaşması üçün 1 il vaxt nəzərdə tutulub. B variantı, fənnin siniflər üzrə təlim nəticələrinə diqqət yetirilməlidir. Bu da doğrudur. Çünki bir fənnin siniflər üzrə təlim nəticəsi əslində elə illik təlim nəticələridir. Məsələn, 8-ci sinif üçün təlim nəticəsi varsa, bu 1 illik nəzərdə tutulmuşdur. C bəndi, dərs zamanı fəaliyyətlər müxtəlif öyrənmə tipinə sahib şagirdlər üçün uyğun olmalıdır və diferensiyanı təmin etməlidir. Baxın, bu məsələ isə artıq perspektiv planda deyil, bəli, gündəlik plandadır. Ona görə 42-ci sualın cavabı C bəndi olmalıdır. Planlama mövzusunun izahına baxmaq istəyirsinizsə, mütləq kanalımızda tapa bilərsiniz bu izahı. Diferensiya belə bir şeydir ki, mən şagirdlərimin öyrənmə tiplərini nəzərə almaq üçün hər kəsə uyğun tapşırıq növü verməliyəm. Yəni, mənim əlimdə bir cür, bir növ deyil, müxtəlif tapşırıq tipləri olmalıdır ki, mən şagirdlərin həmin o fərqliliyini təmin edə bilim. Ona görə diferensiya məsələsi məhz cari plandadır, gündəlik plandadır və perspektiv plana aid deyil. C bəndi cavabımız olur. Bəs niyə D bəndi deyil? Müəllim il ərzində hansı mövzuları keçirəcəyini müəyyənləşdirməlidir. Bax, mövzular deyir də, mövzuların ardıcıllığı deyirsə, bu illikdir. Çünki bir dərsdə mövzular keçilmir, bir mövzu keçilir. Mövzuların ardıcıllığı dediyinə görə bu illik plandır. Müəllim hansı resurslardan istifadə edəcəyini əvvəlcədən müəyyənləşdirməlidir. Bəli, resurslar da perspektiv planda var. Yəni, hamısına çıxırıq. C bəndi məhz gündəlik planda olduğu üçün perspektiv planlamaya aid deyil. 43-cü suala baxırıq. Nuranə müəllim insan hüquqlarının qorunması mövzusunu tədris etdikdən sonra müşahidə edir ki, sinifdəki bütün şagirdlər mövzunu tam dərk edə bilməyiblər. O, fəaliyyətini necə təşkil etdiyini və harada səhvə yol verdiyini analiz etməyə başlayır və düşünür ki, mən fəaliyyəti ancaq şagirdlərə mənbələrdən informasiya verməklə təşkil etdim. Amma real həyati situasiyalar üzərində tənqidi müzakirələr təşkil edib, şagirdlərin öz fikirlərini ifadə etmələrinə şərait yaratmadım. Buna görə də növbəti dərs üçün Sokrat dialoqu və debat strategiyalarından istifadə edərək şagirdlərdə fikir müəyyən etmə və konstruktiv yanaşma formalaşdırmalıyam.
Verilmiş situasiyada müəllimin mühakiməsi onda hansı kompetensiyanın daha çox inkişaf etdiyini göstərir. Müəllimlər, əgər söhbət həm şagirddən gedirsə, müəllimdən gedirsə fərqi yoxdur. Biz görürük ki, özünün səhvini tapan insan, bunu düzəltməyə çalışan insanda daha çox metakognitiv bacarıqlar inkişaf etmişdir. Və bizim keçdiyimiz kompetensiyalar arasından biri var idi ki, o çox metakognitiv biliklərlə daha çox üst-üstə düşürdü. Yəni metakognitiv bacarıqlarımız harda ola bilər? Şəxsi, sosial və öyrənmək kompetensiyası ilə. Məsələn, belə məntiqlə də fikirləşək, sahibkarlıqdansa savadlılıq, mədəni müxtəliflik, çox dil bilmək, bunlarda metakognitivlik olmasa da olur. Amma şəxsi, sosial və öyrənmək kompetensiyasında mütləq metakognitiv bacarıqlarımız olmalıdır. Yəni bir insan harda səhvə yol verdiyini tapırsa, onu düzgün analiz eləyirsə və düzəltməyə çalışırsa, bəli, bir şəxsi məsələdir. Üstəgəl də öyrənməyin yolunu bilir. Öyrənmək kompetensiyası 43-də A bəndi olur. 44-cü sual. Yanlış mühakiməni müəyyən edin. Təcrübəyə əsaslanan öyrənmə və ya qrup müzakirələri kimi müxtəlif tədris üsullarından istifadə öyrənməni gücləndirməyə kömək edir. Bu doğru fikirdir, burada səhv ola bilməz. Əgər praktik tapşırıqdırsa və yaxud biz bunu qrup müzakirələri ilə istifadə ediriksə, qrup müzakirələri ilə çatdırırıqsa, müzakirə həmişə öyrənməni yaxşı səviyyəyə gətirir, gücləndirir. A bəndi doğrudur. Müəllim ilə şagird arasında qurulan effektiv əks əlaqə şagirdlərdə müsbət davranışın formalaşmasına təsir edir. Bu da doğrudur, çünki effektiv əks əlaqədə birincisi şagirddə motivasiya formalaşır və o çatışmazlıqlarını aradan qaldırmağa çalışır, səhvlərini düzəltməyə çalışır. Bu da davranışda müsbət nəticələrə gətirib çıxarır. B də doğrudur. Müsbət, təhlükəsiz sinif mühitinin yaradılmasında sağlam müəllim-şagird münasibətlərinin qurulması vacibdir. Bu da doğrudur. Çünki proqramın sonunda da müəllim-şagird münasibətlərinə aid müxtəlif strategiyalar keçməliyik. D bəndi, dərs prosesinin interaktiv şəkildə təşkil edilməsi şagirdlərdə səriştələrin formalaşdırılması baxımından da əhəmiyyətlidir. Bu da doğru fikirdir. Çünki interaktiv təlim sadəcə şagirdlərdən aktiv olmağı tələb etmir. Bu təlim həm də şagirdlərdə müasir dövrə aid bacarıqlar, 21-ci əsrin bacarıqlarını formalaşdırır. Qalır Y bəndi, deməli səhv burada olacaq. Sinifdə sağlam və səmərəli öyrənmə metodunun qurulmasında ən vacib məsələlərdən biri müəllimin akademik hazırlığının yüksək olmasıdır. Baxın müəllimlər, sağlam və səmərəli öyrənmə mühitinin qurulmasında müəllim səriştələrə sahib olmalıdır. Müəllim bacarıqlar toplusuna sahib olmalıdır. Yəni akademik hazırlıq burada çox da bir nəticə vermir. Səriştə başqa şeydir, akademik hazırlıq başqa şeydir. Ona görə Y bəndi səhv fikir olmuş olacaq. 45-ci suala baxırıq. İbtidai sinifdə iki şagird arasında uzun müddətdir davam edən qarşılıqlı anlaşılmazlıq dərs prosesinin səmərəliliyinə və sinif daxili psixoloji mühitə mənfi təsir göstərir. Şagirdlərdən birinin valideyni problemin qısa müddətdə və sərt şəkildə həll edilməsini tələb edir. Müəllim isə həm şagirdlərin hüquqlarının qorunmasını, həm də valideynlə konstruktiv əməkdaşlığın qurulmasını, üstəgəl təlim mühitinin pozulmamasını əsas məqsəd kimi müəyyən edir. Bu situasiyada müəllimin pedaqoji etik normalar, şagird yönümlü yanaşma, konfliktlərin idarə olunması və valideynlə əməkdaşlıq prinsipləri baxımından tətbiq etməli olduğu ən məqsədə uyğun yanaşma hansıdır? Bir daha refleksiya eləyək ki, bu sualda bizdən tam olaraq nəyi verib, nə istəyir? Biz görürük ki, valideynin ümumiyyətlə hüquqlarının, daha doğrusu şagirdin hüquqlarını qorumağı, bax, hüquq sözünü işarə edirik. Konstruktiv əməkdaşlıq sözünü, bir də təlim mühitinin pozulmaması. Bax, bu sözləri işarə edirik ki, aşağıda bizə lazım olacaq. A bəndi, valideynin emosional tələbinin prioritet olduğunu qəbul edərək, münaqişənin tezliklə aradan qaldırılması məqsədi ilə intizam tədbirlərini sərtləşdirmək, günahkar hesab edilən şagirdə dərhal inzibati təsir göstərmək. Əlbəttə ki, bu ən uyğun yanaşma olmaz. Çünki nəyisə, məsələn də, verilən cəzanı sərtləşdirmək,
ümumiyyətlə bu işi daha cəld şəkildə və yaxud sərt şəkildə həll eləmək bizim problemimizə çarə deyil. Problemi bununla həll etmək olar, amma bunun mütləq bir zərərləri olacaq. Baxın, bu işarə elədiyimiz açar sözlər, yəni bunları niyə işarə elədik? Aşağıda bizə lazım olacaq ki, təlim mühiti pozulmasın. Əgər biz burada intizam tədbirlərini sərtləşdiririksə, günahkar hesab edilənə dərhal təsir göstəririksə, bu təlim mühitinin əlbəttə ki, təhlükəsizliyini poza bilər. Beybəndi, hər iki şagirdlə fərdi və konfidensial söhbətlər aparmaq, münaqişənin pedaqoji-psixoloji səbəblərini sistemli şəkildə araşdırmaq, valideynlə qarşılıqlı hörmətə əsaslanan dialoq qurmaq və tərəflərin inkişafına yönəlmiş bərpa edici həll mexanizmlərini tətbiq etmək. Bəli, cavabımız elə budur. 45-ci sualın cavabı B variantı olmalıdır. Çünki şagirdlə həm fərdi, həm konfidensial söhbətlər apararaq biz onun hüquqlarını qorumuş oluruq. Üstəgəl, görürsünüz də, burada valideynlə qarşılıqlı hörmətə əsaslanan dialoq dediyinə görə əməkdaşlığımızı da konstruktiv şəkildə təmin etmiş oluruq və problemin həllinə yönələn bərpa edici həll mexanizmləri. Bu da təlimdə təhlükəsizliyi qoruyur, təlim mühitini pozmur. B variantı ən uyğun cavabımızdır. Bəs C-də nə problem var? Valideyn narahatlığının subyektiv xarakter daşıdığını düşünərək məsələyə minimal müdaxilə etmək və konfliktin təbii şəkildə səngiyəcəyinə ümid etmək. Yəni biz bu məsələni göz ardı edə bilmərik, özümüz gözləyə bilmərik ki, bu problem həll olunsun. Mütləq müdaxilə lazımdır. Ona görə C bəndi səhv olacaq. D bəndi, problemin idarə olunmasını sadəcə valideynlərlə aparılan danışıqlar çərçivəsində həll etmək, şagirdlərin emosional vəziyyətini və baxışlarını qərar prosesinə daxil etməmək. Bu da səhv olar əlbəttə ki, sadəcə valideynlə danışaraq təbii ki, bunu həll etmək olmur. Yəni yuxarıda işarə elədiyimiz hər bir açar söz ancaq B bəndində doğru şəkildə verilib ki, həm də şagirdlərlə fərdi söhbət də aparmaq lazım idi, konfidensiallığı da qorumaq lazım idi. Üstəgəl, həll yollarını da düzgün tətbiq etmək lazım idi. Amma baxın, burada deyir ki, şagirdlərin baxışlarını ümumiyyətlə prosesə daxil etməmək. Y bəndi, sinif daxili intizamın qorunmasını əsas hədəf kimi götürərək, münaqişənin detallarına varmadan hər iki şagirdə eyni məhdudlaşdırıcı tədbirləri tətbiq etmək. Bu da səhv yanaşmadır. Təsəvvür edin ki, səhvin kimdə olduğunun fərqi yoxdur, elə hamını eyni cür məhdudlaşdırırıq. Yəni cəzanı hər iki tərəfə veririk, belə deyə bilərik. Yəni bu səhvdir. Ümumiyyətlə cəza verməkdənsə, məhdudlaşdırmaqdansa həmişə problemin həllinə yönələn işlər görmək olar və gördüyünüz kimi bu B bəndində ətraflı şəkildə verilib. Cəza verməkdənsə problemin həllinə fokuslanmaq. 46-cı sual baxırıq. Verilmiş rəy nümunələrindən hansı şagirddə sosial bacarıqların inkişafına yönəlib? Fikirlərini aydın formada izah etmisən, lakin sistemlilik bəzi hissələrdə pozulub. Yazında informasiyaların düzgün qruplaşması və ardıcıllıqla verilməsinə diqqət et. Müəllimlər, baxın, deyir ki, sistemlik bəzi hissələrdə pozulub. Hansı hissələrdə pozulub, necə pozulub, bunun haqqında heç bir məlumat yoxdur. Ona görə bu doğru rəy deyil ümumiyyətlə. A bəndini kənara atırıq. Həm də sualın şərti bizdən sosial bacarıqların inkişafını söylüyor. Ona görə A bəndi hər tərəfli uyğun gəlmir. Məsələlərə yanaşmada oxşar və fərqli cəhətləri müəyyən etməyin analogiyanı tapmaq bacarığından xəbər verir. Bu, yeni ideyaların yaranmasına da yardım edəcək. Baxın, burada da sosiallıqdan heç nə yoxdur. Tapşırıqların icrası üçün özünə uyğun strategiyalar müəyyən edə bilərsən. Lakin problemlə qarşılaşdıqda tez ruhdan düşürsən. Daxili motivasiyanı qorumaq üçün hansı üsullardan istifadə edə biləcəyini aydınlaşdırmağa çalış. Bu da daha çox metakognitiv bacarıqlara yönəlmiş rəydir. Çünki baxın, emosiyalarını qorumalıdır, özünə uyğun strategiyalar seçməlidir. Müzakirədə öz münasibətini aydın şəkildə ifadə edirsən. Lakin yoldaşlarını dinləyən zaman danışanın fikrini yayındıran hərəkətlərə yol verməməyə çalış. Bu, fəal dinləyici olmaq üçün çox vacibdir. Bəli, bizə lazım olan cavab D bəndindədir. Çünki məndən başqa digər şagirdlərdən də söhbət gedir. Mənim fikrimi ifadə etməyim, yoldaşları dinləməyim, sözlərini kəsməməyim, fəal dinləyici olmağım. Bəli, dinləyici olmaq
sosial bacarıqdır. Ona görə D bəndi doğru olacaq. Y bəndində isə yazıçının mövqeyini müəyyən edərkən faktlardan istifadə etməyin ürəkaçan haldır. Yazıçının digər əsərləri ilə müqayisə aparsan, onun üslubu haqqında daha dəqiq fikrə sahib ola bilərsən. Gördüyünüz kimi burada da sosial bacarıqlardan heç birinin adı çəkilməyib. 47-ci sual. Leyla müəllim coğrafiya dərsində şagirdlərə torpaq sürüşmələrinin artması ilə bağlı məlumatlar ötürdükdən sonra aşağıdakı fəaliyyətləri tapşırır. Hadisənin əsas yaranma səbəbini qrup şəklində araşdıran, ətraflı istiqamətlər üzrə fərqli yanaşmaları və fərqli sualları nəzərdən keçirərək təhlillər edin. Verilmiş bu tapşırıqlar hansı üsulun reallaşmasına xidmət edəcək? Bəli, biz artıq görürük ki, həm burada qrup sözü var, bu bir istiqamətdir. Üstəgəl, fərqli suallar. Baxın, biz qarşımıza suallar qoyururuqsa, daha sonra bu sualları təhlil edərək, cavablar toplayaraq bir mövzunu araşdırırıqsa, suallar texnikasından istifadə edirik. Və keçdiyimiz üsullardan biri var idi ki, biz ona belə bir ləqəb qoymuşduq ki, o suallar texnikasıdır. Suallar düzürük və o suallara cavablar axtarırıq. Nə, kim, harada və s. kimi sualları idi və bu 4n1kh üsuludur. Cavabımız olur B variantı. 4 ədəd n hərfi ilə başlayan sual. Nə, necə, nə vaxt, niyə? 1 ədəd kim sualı, 1 ədəd də harada sualı. Bax, ən uyğun cavab budur. Çünki digər üsullara da baxsaz, Bloom kubu uyğun gəlmir. Insert öz oxuyub anlama bacarıqlarımı refleks etdirmək üçündür. Onları dəyərləndirmək üçündür. Akvarium özü də müzakirə üsuludur. Fryer modeli də iş vərəqidir. Heç biri uyğun gəlmir. Suallar texnikası dediyinə görə B bəndini götürə bilərsiniz. 48. Cədvələ əsasən uyğunluğu müəyyən etməliyik. Bir də dərs planı müəllimin yaxşı dərs keçməsi və arzu olunan məqsədlərə çatmaq üçün ona bələdçi rolunu oynayır. Bəli, dərs planı bizə sanki yol göstərir, bizim üçün bələdçidir. Biz ona baxıb bütün fəaliyyətlərimizi reallaşdırdığımıza görə fikir olaraq düzdür və doğrunun da altında gəlib. Bu uyğundur. Biri götürürəm. Harada da bir yoxdursa onu cavabdan atıram ki, bu düzgün cavab deyil. Baxın, 3 dənə variant getdi artıq. İllik və gündəlik dərs planının formatı təhsil müəssisəsindən asılı olaraq dəyişə bilər. Yəni, hər məktəb özü üçün planlaşmanın formatını müəyyənləşdirə bilər. Bu doğrudur, çünki bütün məktəblərin strukturu eyni deyil və bunu həmin mövzuda da vurğulamışıq ki, dərs planının formatı təhsil müəssisəsindən asılı ola bilər. Bu doğru fikir olsa da yanında yanlış yazılıb, uyğun gəlmədi. Harada ki varsa onu da cavabdan atırıq və cavabımız artıq görünür. Yenə də davam edək. Öyrənmə fəaliyyəti. Burada müəllimin dərsin məqsədinə çatıb-çatmadığını, şagirdlərin təlim nəticələrinə nail olub-olmadığını, nə ilə və necə ölçə biləcəyini qeyd edir. Səhvdir, fikir olaraq səhvdir, yanında da doğru yazılıb. Yenə də uyğun gəlmir. Baxın, bu səhvdir, yanında doğru yazılıb. Çünki ölçmə işinə qiymətləndirmə baxır da. Biz necə bilək ki, təlim nəticələrinə nail olmuşuq, yoxsa olmamışıq? Bunu qiymətləndirməklə ölçmək olar. Öyrənmə fəaliyyəti isə təlim nəticəsinə bizi çatdıran addımlardır. Hansı ki, işlər görüləcəksə, odur öyrənmə fəaliyyəti. Qalır 4. Təlim nəticələri şagird mərkəzli, yazılışı aydın və anlaşıqlı olmalı, səy tələb edən və eyni zamanda reallaşa bilən olmalıdır. Və demək olar ki, Smart'ın çox qaydasını burada saydı, düzdür. Yanında da doğru yazılıb deyə 4 uyğundur. 1 ilə 4 cavabımız olur Y bəndi. Şagird mərkəzli olmalıdır, doğrudur. Müəllim mərkəzli olsa səhv olar. Anlaşıqlı, aydın olmalıdır və reallaşa bilən olmalıdır. Hər biri doğru. 49-cu suala baxırıq. Biraz geniş sualdır. Müəllim şagirdlərə su təminatının bərpası mövzusunda tədqiqat işi tapşırır. Şagirdlərdən istifadə edəcəkləri məlumat mənbələrini seçmək, prosesin hansı ardıcıllıqla yerinə yetiriləcəyini planlaşdırmaq, vaxt bölgüsü müəyyən etmək və araşdırmanın məqsədə uyğunluğunu müəyyən etməyə tələb edir. Fəaliyyətin icrasında fərman qeydiyyat aparmadan internetdən məlumat axtarmağa başlayır. O tapşırığı neçə saata bitirəcəyini, hansı mənbədən istifadə edəcəyini,
və mövcud olan biliklərdən necə dəstək alacağını müəyyənləşdirmir. Tapşırığı düzgün icra edə bilmədiyi üçün mövzular arasında itib qalır və nəticə etibarilə prosesi davam etdirə bilmir. Verilmiş situasiya ilə bağlı şagirdin buraxdığı səhvi tapmalıyıq və biz görürük ki, şagird plansız hərəkət eləyib. Yəqin ki, cavablarda buna bənzər bir şey olmalıdır. A bəndi. Şagird tapşırığın sonunda nəticələrini dəyərləndirməli, fəaliyyəti haqqında tənqidi düşüncələr irəli sürməlidir. Tutaq ki, biz bunu etdik. Amma yenə də bu əvvəldə buraxılmış bir səhvdir. Sondakı nəticəmi dəyərləndirməklə mən ancaq belə deyək də çatışmazlıqları tapa bilərəm, amma onu düzəldə bilmərəm. Yəni bizim planla bağlı bir çətinliyimiz var. Nəticəmizi dəyərləndirməklə yox. Ona görə A bəndini kənara atırıq. Araşdırma mərhələsində qarşıya çıxan problemlərə operativ şəkildə düzəlişlər etməli idi. Əgər mən plansızamsa, yenə də operativ şəkildə düzəlişlər etsəm, plan daxilində getmirəm. Əsas problemim budur. Yenə də bir problem çıxa bilər. Tapşırığın icrasından sonra öyrənmə prosesini izləməli və irəliləyişlərini qiymətləndirməlidir. Tutaq ki, qiymətləndirdik. Yenə də bizim planımızla əvvəldə buraxdığımız bir səhv var, sonda deyil. Öyrənmədən əvvəl istifadə edəcəyi üsulları, resursları və hədəfləri müəyyənləşdirməli idi. Baxın, cavab budur. Çünki planlı olsaydım, üsullarımı əvvəlcədən planlasaydım, hansı mənbədən istifadə edeyim? Bax, bunu bilsəydim, bu problemi də yaşamayacaqdım. Və Y bəndi tədqiqat zamanı əldə etdiyi məlumatları yadda saxlamaq üçün üsullar seçməli idi. Xeyr, məlumatları yadda saxlamaq bu tapşırığın hədəfi deyil müəllimlər. D bəndi daha çox uyğun gəlir. 50-ci sual. Hansı fikir şagirddə metakognitiv bacarıqların formalaşdırılmasına xidmət etmir? Mütləq bu tipli suallarda fikir verin ki, verilən tapşırıq mənə uyğun olmayacaq. Ya burada başqaları var, ya da ki, adi bir tapşırıqdır. Yəni, öz hisslərimi idarə etməyi, öz zəifliyimi, güclüyümü bilməyi tələb eləmir məndən. A bəli, metakognitiv bacarığa sahib şagirdin tənqidi düşüncəsi inkişaf etmiş olur ki, bu da ona həm karyera, həm də şəxsi həyatında düzgün qərarlar qəbul etməyə şərait yaradır. Doğrudur, metakognitiv düşüncə insanın səhvlərini tapmasına səbəb olur, onları düzəltməsinə səbəb olur. Yəni, bu tənqidi düşüncə deməkdir də onsuz da. Ona görə düzdür bu. Şagird mövzunu öyrənməkdə çətinlik çəkir, bunun üçün yoldaşlarının tətbiq etdiyi strategiyalardan istifadə edir. Bax, budur. Bayaq da dedik ki, əgər səhvdirsə, deməli burada məndən başqa digər insanlar var və mən onların etdiyini təkrarlayıram. Baxın, metakognitiv bilik deyil. Əgər bu metakognitiv olsaydı, yoldaşlarının tətbiq etdiyinə heç baxmazdı, özü üçün strategiya müəyyən edərdi. Cavab B bəndidir. C isə doğrudur. Şagirdlərdən biri günün sonunda dərsdə öyrəndiyi məqamları qeyd edir. Öyrənmə prosesində ona qaranlıq qalan hissələri də müəyyənləşdirir. Yəni, axırda refleks eləyir ki, mənə nə qaranlıq qaldı, nəyi öyrənə bildim. Metakognitivdir. Oxu tapşırığından sonra şagird oxuyub anlama ilə bağlı olan məqsədinə nə dərəcədə nail olduğunu düşünür, hansı strategiyaların effektiv olduğunu nəzərə alır və s. Görürsünüz ki, yenə məqsədinə çatıb-çatmadığını müəyyənləşdirir, üsulunu analiz eləyir. Bu da metakognitivdir. Və oxu tapşırığı zamanı özünü monitorinq edən şagird dəqiqədə neçə söz oxuduğuna diqqət yetirir, çətin sözləri qeyd edir və onların başa düşülməsi üçün öz üzərində düşünür. Bu hamısı metakognitivdir. Qeydlər aparmaq, daha sonra özünü monitorinq eləyir ki, dəqiqədə neçə söz oxuyuram, mən bunların neçəsini anlayıram. Hamısında refleksiya, hamısında metakognitivlik var. Amma B bəndində yoxdur. Yoldaşlara baxıram, onlar neyniyibsə onu təkrarlayıram. Belə metakognitiv olmur. 51. Müəllim şagirdlərə ətraf mühitin mühafizəsi mövzusunda araşdırma aparmağı tapşırır. O, şagirdlərin öyrənmədə unikallığını nəzərə alaraq onlara iş planını təqdim edir. Hansı mənbələrdən istifadə edəcəklərini izah edir və fəaliyyət boyu çətinlik çəkən qruplara istiqamət verir. Verilmiş situasiya ilə bağlı yanlış fikri müəyyən edin. Səhv olanı axtarırıq. Müəllim tədrisin effektiv planlaşdırılması zamanı şagirdlərin ehtiyaclarını nəzərə alıb. Bu doğru fikirdir, çünki öyrənmədə unikallığı nəzərə alır, iş planını da təqdim edir və başa düşür ki,
Şagirdlərə istiqamət vermək lazımdır, mənbələr yönətmək lazımdır və burada bir söz var. Baxın, fəaliyyət boyu çətinlik çəkən qruplara istiqamət verir. Bəli, ehtiyacları nəzərə alıb da deməli. A bəndi doğrudur. Bu fəaliyyət şagirdlərin 21-ci əsr bacarıqlarının yiyələnməsinə xidmət edir. 21-ci əsr bacarıqları bu da olar. Çünki araşdırma işidir. Bəli, biz burada məlumat toplamalıyıq. Bəli, informasiya savadlığı da var da. Bəli, bu da doğrudur. C bəndi. Müəllimin prosesə müdaxiləsi və istiqamət verməsi şagirdlərin müstəqil düşünmə və öyrənmə bacarıqlarını geylədəcək. Nəyə görə ki, biz şagirdə istiqamət veririksə, onu mənbələrə yönəldiriksə, əksinə o müstəqil şəkildə gedib mənbədən informasiya toplayacaq. Yəni baxın, həm informasiya savadlığına, həm müstəqil düşüncəyə müsbət təsir eləyir. Niyə qeyriyyətsin ki? Deməli, səhv olan C bəndidir. D bəndi isə doğrudur. Müəllim fasilitator rolunu oynayaraq şagirdlərin öyrənməsini təmin edir. Çünki istiqamət var, mənbəyə yönəltmək varsa doğrudur. Araşdırma işinin tapşırılması şagirdlərdə tədqiqatçılıq bacarığını inkişaf etdirir. Bu da doğrudur. Çünki B bəndində də dedik ki, 21-ci əsr bacarıqlarına yiyələnirlər, həm informasiya toplayırlar, həm müstəqil öyrənirlər və s. 52-ci sual. Müəllim şagirdlərə verilmiş mövzu ilə bağlı oxu materialları təqdim edir və lövhəyə cədvəl çəkir. Bildirir ki, mətndə verilmiş ilk məlumatları oxuyan zaman sizə tanış gələn məlumatları, maraqlı gələnləri, çaşdırıcı və mübahisəli olanları cədvəldə qeyd edin. Daha sonra fərqli fikirlər əsasında qeydlər aparın və götürülmüş qeydlərə uyğun materialı müqayisə və müzakirə edin. Verilmiş situasiyada hansı üsulun tətbiqinə daha çox uyğundur? Müəllimlər, əgər bir oxu materialı verilirsə, mətn verilirsə, bizim bir neçə üsul yadımıza düşməlidir. Çünki bütün üsullarda mətn verilmir ki, mətnin verildiyi 2-3 üsul var. Məsələn, ziqzaqdır, proqnozlaşdırmadır, daha sonra sinkveyndir, insertdir. Bax, bu üsullardan biri olacaq çox güman. İndi ardını oxusaq, bizə deyir ki, siz məlumatları oxuyan zaman sizə tanış gələnləri, maraqlı gələnləri, mübahisəli olanları, bax, mətn haqqında məndən fikirlər alır, qeydlər götürürüksə, qeydlər aparırıqsa, bu qeyd götürmə strategiyasıdır, şərti işarələr sistemidir. Çünki mən o işarələrlə müəyyən edirəm ki, bu mətni oxuyub anlama bacarıqlarımı dəyərləndirirəm. Mənə tanış gələnlər, maraqlı gələn bunları ancaq simvollarla eləmək olar. Və bunu da biz insert metodunda öyrənmişik müəllimlər. Cavab A bəndi olacaq. Əslində həmişə insertdən sual düşəndə bəli, bax, oxu materialı, mətn sözü sizə verilməlidir, qeydlər aparmaq, işarələr, bu tipli açar sözlər sizə verilməlidir. 53-cü suala baxırıq. Müəllim fəaliyyəti müşahidə edərkən görür ki, şagirdlər problem həll etmə ilə bağlı tapşırıqları yerinə yetirərkən məsələni müxtəlif baxış bucağı çərçivəsindən qiymətləndirməkdə çətinlik çəkirlər və məhz bu səbəbdən problemi sistemli formada həll edə bilmirlər. Verilmiş situasiyada problemi yaradan məsələ hansıdır və problemi həll etmək üçün müəllimə təklif edilən yollardan hansı daha effektivdir? Bir daha baxırıq. Problemimiz odur ki, şagirdlər məsələni bir neçə cəhətdən dəyərləndirə bilmirlər. Yalnız bir mənalı yanaşırlar və buna görə də problemi sistemli formada həll edə bilmirlər. Bax, problem budur. A bəndi, şagirdlərin arqument gətirmə və fikir əsaslandırma bacarığı zəifdir. Buna görə də müəllim şagirdlərin fikirlərini müxtəlif situasiyalarda əsaslandırmağa yönəltmək üçün faktlar və sübutlar təqdim etməlidir. Yaxşı, burada ancaq arqument gətirmədən danışırıq. Yəni, ancaq fikir əsaslandırmaqdan, problemin həllinə yönələcək bir şey yoxdur. Ona görə A bəndini hələlik kənara atırıq. Şagirdlərin səbəb-nəticə əlaqə qurması zəifdir. Şagirdin müşahidə bacarığını inkişaf etdirmək, nəticə çıxarmaqda çətinlik çəkdikləri hissələri müşahidə yolu ilə müəyyənləşdirmək lazımdır. Səbəb-nəticə əlaqəsi daha çox məntiqi təfəkkürdədir. Amma problemi səmərəli şəkildə həll etmək daha çox tənqidi təfəkkürdədir müəllimlər. Ona görə biz A bəndi ilə B bəndini götürə bilmirik. Belə bir ifadə keçmişik də, tənqidi təfəkkürlü insan necə olmalıdır? Baxın, bunların hamısını danışmışıq.
Bu versiyalardan da biri o idi ki, problemi sistemli şəkildə həll edə bilirlər. Bax, bu yoxdur. Buna uyğun bir cavab axtarırıq. C bəndində isə şagirdlərin tənqidi təfəkkürün inkişafına ehtiyac var. Bu səbəbdən müəllim problemi şagirdlərin dəyərləndirə biləcəkləri real həyati situasiyalarla əlaqələndirməli idi və faktlar təqdim edərək onları müxtəlif nöqteyi nəzərdən qiymətləndirmək bacarıqlarını inkişaf etdirməlidir. Bax, budur. Elə az öncə dediyim məsələ problemi sistemli formada həll edə bilmək üçün tənqidi təfəkkür. Çünki müəllim burada real həyati situasiya ilə əlaqələndirsəydi, onlar onu artıq bir neçə cəhətdən qiymətləndirə bilərdilər. Üstəgəl müxtəlif nöqteyi nəzərdən ona yanaşa bilərdilər ki, birmənalı yanaşmasınlar, fərqli-fərqli dəyərləndirsinlər. Bax, budur. Cavab budur. D bəndi sırf yaradıcı düşüncə, beyin həmləsindən danışır müəllimlər. Yox, bu problemin həlli sadəcə ideya toplamağa yönəlirdi. Amma biz deyirik ki, sistemli düşünərək problemi həll etmək üçün ən uyğun üsul axtarırıq. D bəndi deyil. Y bəndində isə qrup fəaliyyətləri oyun əsaslı təlim forması. Bu fikirlər səhv deyil. Başqa vaxt bunlara ehtiyac var. Başqa vaxt bunlar doğrudurlar. Amma bizə verilən situasiyada doğru deyirlər. Çünki mən şagirdim bunu anlamayıbsa, real həyatla əlaqələndirməliyəm. Müxtəlif cəhətdən dəyərləndirmək bacarığı yoxdursa, əlbəttə ki, tənqidi yanaşmalıdır məsələyə. Ona görə yoxdur bu. 54-cü sual. Aşağıda verilmiş fikirlər arasında hansı üsula aid xüsusiyyət yoxdur? Aha, deməli verilənlərə baxaraq bir-bir cavabdan çıxdaş eləməliyik. Görək axıra hansı üsul qalır. Qeyd etmə sistemindən istifadə edib mətni başa düşmək üçün biliyini yoxlama və düzgün cavab axtarmaq. Bayağı da buna uyğun bir şey işlədik. Bu insert üsuludur. Baxın, mətn verilir, qeyd götürmə strategiyasıdır. Öz biliklərimi yoxlayıram. Insert var deyə B bəndini kənara atırıq. Sualların bölüşülməsi və geniş sinif müzakirələrinin yaranması əvvəlki mövzuların təkrarı baxımından effektiv üsuldur. Bu 3-2-1 üsulunda var müəllimlər. Nə qədər də bu üsul mənim özümə aid olsa da, müəllim bu üsuldan istifadə edərək geniş sinif müzakirəsi yarada bilir. Çünki şagirdlər onlara maraqlı gələn və yaxud onlara qaranlıq qalan məqamları qeyd edir. Ona görə sualları bölüşmək olar burada. 3-2-1 var. Şagirdlərin düşünmə fəaliyyətini qrup şəklində aktivləşdirir, stimullaşdırır. Müzakirə metodundan istifadə olunur. Müəllimlər, qrup şəklində bir yerdə düşünürüksə, müzakirə ediriksə, bax, sinektika üsulu var da, o da qrupla aparılır. Bu metod problemi təhlil etməkdə, fərqli yanaşmaları nəzərdən keçirməkdə və fərqli istiqamətlərdə suallara cavab axtarmaqda, yeni həll yolları tapmaqda faydalıdır. Görürsünüz, suallara cavab axtarmaq, suallar texnikası 4N1 KH-dır. Yekuna qaldı Y bəndi Sinkveyn. Həqiqətən də Sinkveyn haqqında heç bir məlumat yoxdur burada. Olsaydı ən azından 5-lik deyərdi, fikrin lakonik ifadəsi deyərdi, mətnin əsas ideyasının təhlili deyərdi və s. Amma heç belə bir ifadəyə rast gəlmədik. 55. Sinifin idarə olunması zəif olarsa, bu iş forması uğursuzluqlarla nəticələnir. Amma problemlə bağlı daha çox fikir, ideya və həll yolu təklif etməyə imkan verən bir iş formasıdır. Əlbəttə ki, bu bütün sinifdə iş forması olacaq müəllimlər. Çünki onun çatışmazlığı elə buydu ki, müəllimin sinifin idarə etmə bacarıqları zəifdirsə, sinifi ələ ala bilmir. Və burada xaos yaranır. Nəticədə uğursuzluq yaşayırıq. Amma qaydasında aparılarsa, bir problem yaranmazsa, daha çox fikir toplaya bilirik. Daha çox ideya toplayırıq. Məsələn, beyin əmləsindəki kimi. Şagirdlərimizdən həll yolları toplayırıq. Bax, bu zaman faydalı olur. Bütün siniflə iş forması. Bunları çatışmazlıqları ilə daha yaxşı yadda saxlaya bilərsiniz. Hər üsulun özünə görə çatışmazlığı. 56. Verilənlərdən hansı fikir sinifdə müəllimin müşahidəsinə aid deyil? Müşahidənin əsas funksiyası şagirdin fəaliyyətini, davranışını, emosional hazırlığını inkişaf etdirməkdir. Onlar da müşahidə edirik, nəyi izləyirik, elə nə iş gördüyünü, davranışını, emosional cəhətdən özünü necə idarə elədiyini. Bu uyğundur 100%. Müşahidə zamanı müəllimin apardığı qeydlər differensial yanaşmaq üçün onu istiqamət verir.
100% doğrudur. Çünki biz şagirdə yardım ediriksə, müşahidə edirəmsə, onun özünə məxsus xüsusiyyətlərini qeyd etməliyəm ki, ona kömək edəndə də düzgün scaffolding edə bilim, düzgün yönləndirmə edə bilim. Bu da doğrudur. Müşahidə rəsmi proses olduğundan müəllim qeydlərin şagirdin portfolyosunda saxlamalıdır. Müəllimlər, müşahidə, yəni müəllimin fasilitator bacarıqlarından biridir. Bu rəsmi proses sayılmaya da bilər də. Yəni mən qeyd aparıramsa, doğrudur, portfolyoda saxlayaram. Amma burada bilirsiniz, biri var ki, formativ qiymətləndirmədəki kimi müşahidə metodu. Bir də var ki, fasilitatorluq edirəm deyə müşahidə. Yəni bu mənim özüm üçündür. Müəllim özünə istiqamət verir ki, şagirdimlə necə məşğul olum. Ona görə bu rəsmi və yaxud portfolyoda saxlanılacaq bir şey deyil. Fasilitator müəllim sadəcə şagirdini dinləyir, müşahidə eləyir. Bu rəsmi proses olmaya da bilər deyə C bəndini götürmürük. Formal müşahidədə müşahidə olunacaq meyarlar və şagirdlər əvvəlcədən müəyyənləşdirilir. Bəli, bax formaldır, yazılı aparılacaq deyə əvvəlcədən meyarlar verilir ki, sizdə nə yoxlanılacaq. Həm formal, həm də qeyri-formal müşahidədə şagirdin fəaliyyəti, davranışı haqqında qeydlər aparılmalıdır. Bu da doğrudur, yəni qeydlər aparılmalıdır ki, müəllimin müşahidəsi doğru nəticə versin və biz burada baxdıqlarımızdan, biz burada qeydlərimizdən düzgün istifadə edə bilər. Bax, C bəndində bu rəsmi sözüdür, hər şeyi pozan. Yəni, müəllim müşahidəsi rəsmi olmaya da bilər də. Yəni, bunun nəticələri o demək deyil ki, nəyəsə təsir edəcək. Bax, məsələn, müşahidə elədiyim şagirdin zəifliklərini tapdım. Əgər bu zəifliklər, bu mənfilər şagirdin nəticəsinə təsir edəcəksə rəsmi, ona deyərəm rəsmi. Amma burada etmir axı. Mən müşahidə edirəm ki, əksinə o çatışmazlıqları düzəldim. 17. Rubriklərlə bağlı yanlış fikri müəyyən etmək lazımdır. Rubriklərdən təkcə müəllim qiymətləndirməsində deyil, şagirdin özünü qiymətləndirməsi və yoldaş qiymətləndirməsində də istifadə etmək olar. Doğru sözdür. Məsələn, vəsaitlərinizə də baxa bilərsiniz. Orada elə yoldaş qiymətləndirməsində də, özünü qiymətləndirmədə də cədvəllər verilir. Elə həmin cədvəllər rubrik hesab olunur. Beybəndi, rubriklərlə qiymətləndirmənin üstünlüklərindən biri ondadır ki, tapşırıq və bacarıqların meyar üzrə qiymətləndirilməsinə şərait yaradır. Bu da doğrudur, rubrikin elə ən əsas parçalarından biri meyardır. Meyar var ki, yəni nəyi qiymətləndirəcəm, nə yoxlanılacaq? Bax, odur meyar. Rubriklərlə özünü qiymətləndirmənin aparılması şagirddə metakognitiv biliyin formalaşmasını dəstəkləyir. Bəli, özünü qiymətləndirməni onsuz metakognitiv bacarıqlarda da danışmışıq, refleksiya var, özünü dəyərləndirmə var. Bu da doğrudur. Holistik rubrik bütün meyarları həm eyni anda, həm də detallı şəkildə apararaq qiymətləndirməyə xidmət edir. Əgər belə olsaydı, heç analitik rubrikə gərək qalmazdı. Necə olur, həm eyni anda hamısını birdən eləyir, həm də detallı şəkildə? Xeyr, detallı şəkildə eləyirsə, bu analitik rubrikdir. Holistik ümumi meyarlar əsasında qiymətləndirir. Ona görə D bəndi səhvdir, Y bəndi isə düzdür. Rubrik təlim prosesinə ədalət gətirir, bərabərlik gətirir, şagirdlərə onların təlim fəaliyyəti barəsində daha dəqiq məlumat verir. Yəni, ədalətlilik nə baxımdan deyilir? Siz şagirdi şəxsi subyektiv düşüncənizə görə deyil, həqiqətən də şagirdin xüsusiyyətlərinə görə dəyərləndirirsiniz və bir şagirdi də yalnız bir cəhətdən qiymətləndirmirsiniz. Məsələyə obyektiv yanaşırsınız. Ona görə ədalətlilik gətirə bilir deyə bilərik. 58-ci sualımız. Jean Piaget'ə görə bu mərhələdə uşaqlar ideya və hadisələri daha çevik və məntiqli şəkildə anlaya bilirlər. İdraki inkişafın bu mərhələsində uşaqlar hadisələr üzərində məntiqi düşünməyi bacarırlar. Verilmiş xüsusiyyətlər zehni inkişafın hansı mərhələsinə uyğun olacaq? Müəllimlər, baxın, ümumiyyətlə mərhələli mövzular varsa, siz başa düşün ki, nəyinsə başlanğıcından götürməlisiniz həmişə. Bax, soruşduğu şey hardan başlayırsa, elə başladığı mərhələnin özünü götürün. Biri var ki, o başlayır hansısa mərhələdə inkişaf eləyir, o artıq başqa məsələdir. İnkişaf eləyirsə, deməli qabaqcadan yaranıb. Sonra inkişaf eləyir. Bu normal bir halda. Yəni, bax, məsələn, burada nələri irəli verib? Deyir ki, məlumatı məntiqli anlaya bilir. Anlamaq bacarığımız, ümumiləşdirməyimiz, baxıb nəticə çıxarmağımız, xüsusi hadisədən ümumi nəticəyə gəlmək. Bu induktiv məntiqdir.
induktiv məntiq başlayır Piagetə görə konkret əməli mərhələdə. Ona görə elə Y bəndini götürməliyik, konkret əməli mərhələ. Bu nəyə görə deyirəm? Burada deyirsən, məntiqi düşünməyi bacarırlar. Məsələn, formal əməli mərhələ də məntiqi düşünür də, amma bu hardan başlayır? İlkin olaraq bu konkret əməli mərhələdən başlayır. Çünki bundan qabaq məntiqi əlaqəni çox da qura bilmirdilər. Məsələn, ilkin əməli mərhələ məhdud təcrübəyə sahibdir də, məntiqi burada qavramağa əsaslanırdı, amma məntiqi əlaqəni tam anlamırdı. Ona görə konkret əməldən başladığına görə Y bəndi doğru cavabımızdır. 19, daha doğrusu 59. Diferensial təlim ilə bağlı deyilən hansı fikir yanlışdır? Diferensiallaşmanı təmin edən müəllim eyni və ya ümumi qiymətləndirmə meyarları əsasında bütün şagirdləri qiymətləndirir. Elə budur səhv olan. Cavabımız A bəndi. Müəllimlər, diferensiya müxtəliflik deməkdir. Diferensial təlim isə şagirdlərin bu müxtəlifliyini nəzərə almaqdır. Ona görə burada eyni, sabit, dəyişməz sözlərinə icazə yoxdur. Eyni üsulla qiymətləndirirəmsə, bu necə diferensial ola bilər? Müxtəlif olmalıdır. Amma B bəndinə baxın, deyir ki, eyni səviyyədə vaxt ayırmır. Görürsünüz, şagirdlərin ehtiyacına görə bölüşdürür bunu. Bu diferensialdır. Daha sonra diferensial təlimin müəllimin peşəkarlığından çox asılıdır. Bu da doğrudur. Hər bir müəllim anında diferensial təlimi yüksək səviyyədə quraşdıra bilməz. Bu biraz səriştə, peşəkarlıq tələb edir. Bir müddət sonra formalaşan bir şeydir. Diferensiallaşma zamanı müəllim eyni təlim nəticələrinə uyğun fərqli çətinlikdə tapşırıq hazırlayır. Gördünüz, fərqli, müxtəlif tapşırıqlar. Və Y bəndi diferensial təlim eyni təlim mühitində fərqli təlim ehtiyacları və öyrənmə xüsusiyyətləri olan şagirdlərlə işləməkdir. Bəli, eyni mühitdə, amma fərqli insanlardır. Sadəcə A bəndi burada səhv idi. Və sınağımızın sonuncu sualı. İbtidai sinifdə təhsil alan bir şagirdin valideyni dərs prosesində uşağının müəllimə daha yaxın əyləşdirilməsini tələb edir. Lakin sinifdə oturma planı şagirdlərin psixoloji, fiziki və akademik ehtiyacları, eləcə də inklüziv və ədalətli təlim prinsiplərini nəzərə alınmaqla əvvəlcədən müəyyən olunub. Müəllim valideynin narahatlığını diqqətə almaqla yanaşı, sinif daxili bərabərliyi və pedaqoji ədaləti qorumağı qarşısına məqsəd kimi qoyur. Bu vəziyyətdə müəllimin etik pedaqoji yanaşma, peşəkar məsuliyyət və şagird yönümlü təlim baxımından tətbiq etməli olduğu ən məqsədə uyğun davranış hansı bənddə verilib? Baxın, az öncə buna bənzər bir sual işləmişdi. İndi burada məqsədlər dəyişir. Məqsədimiz nədir? Gəlin bunları qeyd eləyək ki, aşağıdakı cavabları bununla tutuşturaq. Müəllim istəyir ki, valideynin narahatlığını diqqətə alsın, yəni bunu görməzdən gəlməsin, mümkün qədər başa düşsün. Daha sonra bərabərliyi də pozmasın, ədaləti də qorusun. Bax, bunların hamısının baş verdiyi bir cavab. A bəndi deyir ki, valideynlə əlavə müzakirəyə ehtiyac görmədən onun tələbinin haqlı olduğunu qəbul etmək və şagirdin yerini dərhal dəyişdirməklə problemi operativ həll etmək. Bax, bu o deməkdir ki, yəni istənilən bir problemdə mən planıma, mən digər amillərə baxmadan bütün narazılıqları qəbul etməliyəm, sırf anında da tətbiq eləməliyəm. Bax, bu doğru nəticə verməz. Yəni bir işi araşdırmadan, danışmadan, onun tez deyiləni eləmək doğru deyil. Vəziyyəti qiymətləndirmək lazımdır. Necə yəni əlavə müzakirəyə ehtiyac görmədən? Əsas məsələ ilə danışmaqla həll olunur da həmişə. B bəndi oturma planının müəllimin səlahiyyətində olduğunu əsas gətirərək valideynin müraciətini izahatsız şəkildə rədd etmək. Baxın, birbaşa qəbul eləmək, birbaşa rədd etmək eyni şeydir. Fərqli nəticələr versə də məntiqi cəhətdən eyni şeydir ki, mən burada əlavə heç bir tədbir görmürəm. Bu da B bəndinin əksi olduğu üçün götürə bilmirik. Valideynlə konstruktiv dialoq qurmaq, aha, bax bu artıq xoşuma gəldi, düz başladı çünki konstruktiv dialoq. Mövcud oturma planının, hazırki planımızın pedaqoji əsaslarını ətraflı şəkildə valideynə izah etmək, başa salmaq, eyni zamanda şagirdin real ehtiyaclarını yenidən dəyərləndirmək və zərurət varsa planımızda dəyişiklik etmək. Bəli, ən gözəl cavab C bəndində verildi. D bəndi, valideyn narazılığının qarşısını alma məqsədi ilə yalnız həmin şagird üçün istisna olaraq güzəşt eləyirəm.
Bu doğru deyil. Onda belə çıxır ki, hər kəsə güzəşt olunsun və planımız mənasını itirsin. Məsələnin məsuliyyətini sinif rəhbərliyinə və məktəb psixoloquna yönləndirmək. Bilirsiniz, müəllim üçün bəzi situasiyalar var ki, rəhbərliyə və yaxud psixoloqa yönləndirə bilər. Biz onsuz da əməkdaşlıq etməliyik bu insanlarla. Amma birinci müəllimin özü həll etməlidir. Məni aşan bir prosesdirsə, o zaman müraciət edirəm. Ona görə C bəndi situasiyamıza ən düz gələn cavabdır. Bu qədər. Əgər hər hansısa bir sual qaranlıq qaldısa, mütləq videonun rəy bölməsində qeyd eləyin. Videomuzu bəyənin, paylaşın və dərslərimiz haqqında məlumat toplamaq istəyirsinizsə, ekranda gördüyünüz 055 527 2599 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.